Müxtəlif qruplaşmalar. Qeyd etmək lazımdır ki, o dövrün İraq cəmiyyətini bir-birinə müxalif olan müxtəlif qruplar təşkil edirdi. Bir dəstə İslam üçün təhlükə sayılan Əməvilər sülaləsinin tərəfdarları, digər bir dəstə həm Əməvilərlə, həm də İmam Həsənlə vuruşmağa vacib hesab edən xəvaricilər, başqa bir dəstə müxtəlif yerlərdən gəlib İraqda məskunlaşan və sayı 20 minə çatan qeyri-ərəb müsəlmanlar, bir dəstə də sabit əqidəsi olmayan və İmam Həsənin yoxsa Muaviyyənin tərəfinə keçməkdə tərəddüd edən müsəlmanlar idi. Əlbəttə, digər bir dəstə də Həzrət Əlinin həqiqi dostları idilər. Cəmiyyətdəki bu pərakəndəlik İmam Həsən əleyhissalamın qoşununa da sirayət etmişdi. Buna görə də düşmənlə mübarizədə belə bir qoşuna arxalanmaq qeyri-mümkün idi. Böyük ustad mərhum Şeyx Müfid və başqa tarixçilər İmam Həsənin qoşunundakı bu vəziyyət barədə belə yazırdılar. İraq cəmaəti çox könülsüz və süslüklə İmam Həsənin qoşununa qatıldı. İmam Həsən əleyhissalamın qoşunu aşağıdakı dəstələrdən ibarət idi. 1. Həzrət Əlinin tərəfdarları. 2. Xəvaricilər. Qeyd edək ki, onların İmam Həsənin qoşununa qatılmaları imamı sevdiklərinə görə deyil, Muaviyyə ilə düşmənçiliklərinə görə idi. 3. Dünyapərəst və mənfəətpərəstlər. Bu dəstə maddi mənfəət əldə etmək üçün imamın qoşununa qatılmışdı. 4. İkiürəkillər və tərəddüd içində olanlar. Onların fikrincə İmam Həsənin Muaviyyədən bir mühüm üstünlüyü yox idi. 5. Din xatirinə deyil, bəlkə də qəbilə düşmənçiliyinə görə, yaxud öz qəbilə başçılarına itaət edərək İmam Həsənin qoşununa qatılanlar. Beləliklə, İmam Həsən əleyhissalamın Muaviyyə kimi bir düşmənə qarşı mübarizədə çox pərakəndə bir qoşunu var idi.